Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dəstək qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. İndi mən bizim dəstəyimiz nə olacaq? Sizdən gözlədiyimiz dəstəyində onun haqqında daha ətraflı məlumat verəcəyəm. Amma siz zəhmətə dəyər olaraq videonun bu 3-5 dəqiqəlik hissəsini axıra kimi izləyin. Çünki mən bu videonu ayrıca çəkirəm. Bütün videoların əvvəlinə yapışdıracağam və bu barədə hər birinizin məlumatı olsun istəyirəm. Keçirəm dəstəyə. Birinci bizim göstərəcəyimiz dəstəyə. Biz nə dəstəyi göstərəcəyik? YouTube kanalımızda ödənişsiz formada riyazi bazı dərslərimiz hansı ki saytdadır, ödənişsiz formada paylaşacağıq. Daha çox uzatmamaq üçün aşağıya çəkmirəm. 26 dənə video dərsdir. Hər biri playlist formasında düzəldiləcək səliqəli ardıcılıqla. Orada paylaşılacaq. Rahat şəkildə ardıcılıqla izləyə biləcəksiniz. Riyazi bazı dərslər haqqında qısa olaraq deyim ki, bu məsələlər deyil. Siz burada riyazi bazı formasında siz məsələlərə girişsiniz. Yəni birinci ələm bilməlisiniz, toplama nədir, çıxma nədir, vurma nədir, bölmə nədir, qallı bölmə nədir, adi kəsir, onluq kəsir, müsbət, mənfi, tənlik, bərabərlik. Sadəcə belə bir şeylər öyrənirsiniz. Tam hazır olsun, sonra girişəcəyik məsələlərə. Birinci bazı dərslərimizdə çox uzatmaq istəmirəm. Onu paylaşdıq 26 video. Burada MHM 2025 yazmışam. Qara üzlü kitabdır, 4500 testi olan qalın kitabdır. Burada MHM kitabının, daha uzatmıram, 150 videoda hərəsi 2 saatlıq. Çox böyük bir zəhmət var. MHM kitabının bütün mövzularının ətraflı şəkildə izahı və hər bir testin, 4500 testin hər birindən ətraflı şəkildə izahı verilir. Ay bu onun təkrarıdır, yox bu asandır, belə bir şey yoxdur. Hər birindən ardıcılıqla izahı verilir. Biz bu formada sizə dəstək olacağıq. Siz çox rahat bir şəkildə oturub hər bir testi evdə işləyə də bilərsiniz. Mövzu izahına baxandan sonra ilişəndə videoda hər bir testin izahını tapıb tezdən izləyə bilərsiniz ki, bu hissədə nə səhv eləmişəm, nəyi başa düşmüşəm və s. Bunun müqabilində keçirik sizin dəstəyinizə. Siz bizə necə dəstək ola bilərsiniz? Siz bizə, mən bilirəm ki, elə bir minimum ödənişli sınaq qrupu açırıq ki, ona 90%, 95%-in imkanı çatar. Ən azından mən belə düşünürəm. Təbii ki, istisnalar da ola bilər. Çünki bu nisbi anlayışdır da. Kimin imkanı çatmırsa o öz yerində. Yəni bunu vicdanla özünüz hesablaya biləcək gücdəsiniz. Yəni görürsünüz, yox da, rasım çoxdur deyir, mən ona imkanım yoxdur. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna da boş-boşuna qoşulmursunuz ha. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Baza dərsini əhatə edən sınaqlar, o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, 1 ilə 2-ci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan ayağa. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqlar verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur.
İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır. Təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq. 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. Bazı dərslərimizə qaldığımız yerdən davam edirik. Vaxt itirmədən keçirəm mövzumuza. Bu dəfəki mövzumuz əməllər sırasıdır. Əvvəldən bilməyənlər üçün əməllər sırasının ardıcıllığını deyim. 1. Qələm götürmüşəm də. 1. Birinci, bizə hər hansı bir misal veribsə, baxırıq ki, mötərizə varsa, birinci mötərizə həll olunur. Yazıram bura. Birinci atdığım mötərizəyə baxmalıyam. Mötərizə varsa, mötərizə həll olunmalıdır. Yəni, mötərizədəki əməllər sırası ardıcıllığı həll olunur və ümumi mötərizənin cavabı tapılır, sonra keçilir. İkinci addım, əgər mötərizəni həll eləmisənsə və ya misalda mötərizə yoxdursa, ikinci addımda biz baxırıq qüvvətə. Qüvvətə yüksəldilməli hər hansı bir ədəd varsa, qüvvəti yüksəldiləcək. Üçüncü addım. Bax, bu ardıcıllıqla birinci mötərizəyə baxılır. Mötərizə həll olunubsa, sonra qüvvətə keçilir. Qüvvəti də tapmışsansa, ondan sonra keçirsən ya vurma, ya bölmə əməlinə. Vurma, bax, vurma və ya bölmə. Vurma və bölmə deyə bilərik. Yəni, bunu səhv salmaq üçün, çoxsu bunu səhv salır, çox səhv salanlar var. Vurma və ya bölmə deyəndə, mən özüm vurma və ya bölmə qoydum ki, bu o deməkdir, vurma birinci yazmışıq deyə, birinci vurma həll olunur, sonra bölmə. Yox. Vurma və bölmədən hansı birinci gəlirsə o. Vurma ilə bölmə eyni güclüdür. Yəni, mötərizə həll edin, qüvvəti tapdın. Sonra görürsün ki, vurmalar var, bölmələr var. Soldan sağa doğru, yəni misala baxanda, soldan sağa doğru. Birinci vurma gəlirsə, vurma əməli, vurma həll edəcək. Yox, birinci bölmə gəlirsə, bölmə həll edəcəksən. Yəni, vurma və ya bölmə. Bu ikisindən birisini seçirsən. O da necə? Soldan sağa doğru. Birinci hansı gəlirsə, ardıcıllıqda onu edəcəksən. Vurma ilə bölmə eyni güclüdür. Bu o demək deyil. Bax, yenə də bunu səhv salmayın. Vurma birinci həll olunur, sonra bölmə. Yox, vurma birinci gəlsə, vurma həll olunacaq, sonra bölmə. Amma bölmə birinci gəlsə, bölmə həll olunacaq, sonra vurma. Yəni, vurma ilə bölmə eyni güclüdür. Yaxşı? Dördüncü addım, vurma bölməni qutarandan sonra toplama və ya çıxma. Qısa-qısa yazdım. Toplama və ya çıxma. Bunlar da eyni güclüdür. O demək deyil, birinci toplamanı həll edirsən, sonra çıxmanı. Birinci toplama gəlsə, toplamanı, sonra çıxmanı. Yox, birinci soldan sağa doğru baxanda misala, çıxma gəlibsə, çıxmanı, sonra toplamanı yerinə yetirəcəksən. Vəssalam. Bu ardıcıllığı biliriksə, indi əməllər sırasında necə tətbiq edəcək? Misallar üzrə bir-bir göstərəcəm. Həmçinin buradakı misalları sizə F tapşırığı kimi də verəcəyəm. Bazı dərslərin F tapşırığı kimi. Şəkil şəklində sizə atacağım WhatsApp-da. Siz nə edəcəksiniz? Mən işlədim, izah verdim, video izahı baxdınız, izlədiniz, qutardı. Video izahı qutarandan sonra o tapşırıqlar tezdən özünüz də işləyəcəksiniz. Mənim kimi danışa-danışa, həmişə dediyim kimi dərk eləyə-eləyə işi bitirib qutarandan sonra da söz tezdən baxıb yoxlaya bilərsiniz ki, cavablar düz gəlib, yoxsa yox. Hə, bunu silim. Bu nədir belə burada? Çıxıb, hə. Bir dəqiqə. Bunu silim. Yazdıqlarımı. Yadınızda qalıb da mötərizə qüvvət olsun deyəcəm, vurma və ya bölmə, sonra toplama və çıxma. Bunu sildim. Başladıq birinci misaldan. Baxın, birinci misalda görən mötərizə var. Yadıma düşür, birinci addım mötərizədir. Mötərizəni həll etməliyəm. Mötərizəni həll etmək üçün artıq bura baxmıram. 9 çıx 8 bölü 2-yə baxıram. Artıq burada əməllər sırası. Çıxma var, bölmə var. Birinci hansı həll olunurdu? Mötərizə, qüvvət, sonra nə? Vurma, bölmə, sonra toplama, çıxma. Təbii ki, onu bölmə ilə çıxma arasında qalanda birinci bölmə həll olunacaq, sonra çıxma həll olunacaq. Deməli, onda mən birinci bölmə əməlini yerinə yetirəcəm. Daha uzatmıram, mən burada ifadə edirəm. 8-i 2-yə böləcəm, cavab olacaq 4. Sonra çıxma əməlini yerinə yetirəcəm. 9-dan 4-ü çıxsam, cavab olacaq 5. Yəni, mötərizənin cavabını tapdım 5. Yəni, bu formaya düşdü. Bax, belə göstərim. 5 vurulsun. Uzun da göstərirəm. 9 çıxılsın. Bölməni yerinə yetirdim də 8 bölü 2, 4 elədi. 4. Sonra ondan sonra mötərizənin cavabını tapıram. 5 vurulsun. Mötərizənin cavabı neçə elədi? 5. Yazdım bura. Bundan sonra nə qaldı? Belə bir dənə vurma vardı. Onsuz da 5-5-ə vuracağım. Cavab oldu 25. Bu oldu birinci misalımızın həlli. Keçdim ikinciyə. Burada baxıram birinci mötərizə var. Təbii ki, mötərizəni həll edəcəm. Uzatmıram bu dəfə daha. Onu böləcəm 2-yə. Mötərizənin içində çünki bölmə və çıxma var. Təbii ki, birinci vurma bölmə həll olunur, sonra toplama çıxma. Bölməni həll edim 10 bölü 2 cavab əldə 5. Daha uzatmıram.
Bax 10 bölü 2-nin cavabı 5-dir. Sonra 5-dən 2-ni çıxsam 3, mötərizənin cavabı 3 oldu. Yəni altını da vuracağım mötərizənin cavabına 3-ə, cavab olacaq 18. Yəni ki, buradakı altını. Keçdik 3-cü suala. Bərabəri qoydum. Baxıram, yekə bir mötərizə var burada. Göz, bax burada başlayır, burada bitir. Birinci bu mötərizənin içindəki misal həll etməliyəm. Burada bax bölmə var, toplama var, bölmə var, çıxma var. Təbii ki, birinci nə həll olunur? Vurma və bölmə, sonra toplama, çıxma. Burada vurma yoxdur, amma bölmələr var. Birinci bölmələri həll edəcəm, sonra toplama, çıxmaya keçəcəm. Yəni 120-ni 12-yə böləm. Hələ burada şifahi mən. Kim istəyirsə uzun-uzaq yaza bilər, daha uzatmıram. Oldu 10. Sonra digər bölməyi yerinə yetirirəm. Bunun da cavabı oldu 1. Düzdür? Hə, bölmələri yerinə yetirdim. Bu 10 oldu, 1 oldu. Arada toplama və çıxma var. Toplama və çıxmadan hansı birinci gəlsə onu həll edirik. Toplama birinci gəlib toplama, çıxma birinci gəlsəydi çıxmanı birinci həll edəcəkdim. Yəni 10 üstünə 1 gələm 11, 11-dən də bu 1-i çıxıram olur 10. Mötərizənin cavabı nə oldu? 10. 10 üstə gəlir 1, 11, 11-dən 1 çıxdım 10. Yəni bu 30-u bölməliyəm mötərizənin cavabına. 30 bölünsün 10, cavab oldu 3. Hələ ki sadə misallarla qoymuşam ki tam başa düşək. Yavaş-yavaş getdikcə biraz çətinləşdirmişəm. Dördüncü. Buna da baxıram, çox sadə misaldır. Mötərizə yoxdur, olsaydı birinci onu həll edərdim. Qüvvət də yoxdur. Ondan sonra gəldi vurma bölmə. Aha, vurma var burada. Vurma var. Birinci vurmayı yerinə yetirəcəm. Yəni birinci 7-ni 12-yə vuracağım. Cavab olacaq 84. Hə, ondan sonra 13-ün üstünə gələcəm 84-ü. Olacaq 97. Laf yazın bura. 97. Sonra da 97-dən, yəni bu cavabı tabandan sonra çıxmalıyam 49. 97-dən də 49 çıxanda cavab olacaq 48. Və salam. Keçdik növbəti suala. 5-ci sual. 20 bölü 4, üstə gəl 2 vur 5, üstə 88 bölü 8 çıx 1. Mötərizə yoxdur, qüvvət yoxdur, amma vurma bölmələr var. Baxın, birinci vurmanı eləməyə məcbur deyirəm. Nə gəlir birinci soldan sağa baxanda? Bölmə. Birinci bölməyi yerinə yetirəcəm. Sonra vurmanı, sonra yenə bölməni, ondan sonra toplamaları və çıxmanı. Toplama çıxmadan hansı birinci gəlirsə o ardıcıllıq var. 20 bölü 4-ün cavabı oldu 5. Bunu sildirəm ki, çaşdırmasın məni. Bax, burada cavab 5 oldu. 2 vur 5-in cavabı oldu 10. Burada cavab oldu 10. 88-i böləcəm 8, cavab olacaq 11. Yəni 5, üstə gəl 10, oldu 15. Üstə gəl 11, 26. 26-dan da 1 çıxanda cavab olur 25. Keçdik növbəti misala. Bərabəri qoydum. Aha, burada birinci mötərizəni görmüşəm, mötərizəni həll edirəm. Yəni 9-u 3-ə böləcəm, cavab olacaq 3. Bu öz yerində. 3. Bunun cavabı 3-dür, yadımızdan çıxmasın. Sonra keçirəm, daha mötərizə yoxdur, amma bölmələr var. Bölmələri birinci ələcəm, vurma yoxdur onsuz da. 42-ni 6-ya böləndə cavab olacaq, aşağıda yazım cavabını, 7. 54-ü 9-a böləndə bunun cavabı olacaq 6. 7, 6, 3 cavablar almışam. Arada toplama və çıxma var. Birinci hansı gəlir? Toplama həll edəcəm. 7 üstə gəl 6, 13, 13-dən 3 çıxanda cavab olacaq 10. Keçdik növbəti misallara. Yəni çətin misallar da özünüz də görürsünüz. 50-100 gözünüzü öyrəşsin deyə mən saatdən çətinə doğru düzmüşəm. Həm bazı dərslərin, həm bazı dərslərin içindəki mövzudakı tapşırıqları, həmin mövzuya uyğun. Mötərizə var, mötərizə var. Təbii ki, soldan başlayın. Birinci hansı mötərizə budur? Bu mötərizə həll edəcəm. Bu mötərizənin içində 48 çıx 13 var. 48-dən 13 çıxanda cavab olur 35. Bunu yazdım. Bu heç. Bax, bu mötərizənin cavabını yazdım bura. Bölməni də yazdım. İndi bu mötərizənin cavabını tapmalıyam. Bu mötərizənin içində birinci vurma var, sonra çıxma var. Vurmanı həll edəcəm. Təbii ki, 3-ü 4-ə vuracam 12, 12-dən 5 çıxsam 7. Və salam. Mötərizənin birisinin cavabı 35 oldu, birisinin cavabı 7 oldu və arasında bölmə var. Həmin bu mötərizənin cavabını digər mötərizənin cavabına bölməliyəm. Yəni 35-i 7-yə bölməliyəm. Bunun da cavabı 5 alırıq. Keçdik digər misala 8-ə. Mötərizələr var. Yenə də birinci bu mötərizəni həll edəcəm, sonra digər mötərizəni və mötərizələrin cavablarını bir-birinə vuracağam. Başladım. Bu mötərizənin içində bölmələr və toplamalar. Birinci bölməni həll edəcəm. 64-ü 8-ə böləm, cavab olur 8. 30-u 15-ə böləm, cavab olur 2. Düzdür? Mötərizənin içində 8, üstə gəl 2 qaldı. Burada üstə gəl var. 8-in üstə 2 yəni çevirir 10. Bu mötərizənin cavabı oldu 10. Yazdım bura. İndi bu mötərizənin cavabını tapıb bir-birinə vurmalıyam da bunun cavabını digərinin cavabını. Burada 24-ü 3-ə böləndə cavab olur 8. 2-ni 3-ə vuranda cavab olur 6. Bölməni və vurmanı həll edin. Fikir verirsiniz. Vurma və bölmədən birinci hansı gəlirsə onu həll edin birinci. 8, bu da 6. 8-in üstünə 6 gələndə cavabını çevirir 14. Bu mötərizənin cavabı da oldu 14. Yəni 10-u vurmalıyam 14-ə. Cavab olur 140. Baxın, mikrofonu yandırmışam hər. Keçdik 9-cu suala. 55 bölü 11. Yenə də baxın, uzatmadan da mötərizələri göstərir. Birinci bu mötərizələr. Bu mötərizənin içində 55 bölü 11 var. Bunun cavabı oldu 5. 34-ün isə 5 gəlsəm cavab olacaq 39. Birinci mötərizənin cavabı oldu 39.
İndi ikinci mötərizəni həll etməliyəm. 42 bölü 7 eləyir 6, 49 bölü 7 eləyir 7, altına 7 toplayanda 13. Birincinin cavabı 39-dur, ikinci mötərizənin cavabı 13-dür. Aralarında bölmə var. İndi 39-u 13-ə bölməliyəm. Cavab olur 3. Gəldim 10-cu suala. Baxın. İndi artıq mötərizə içində mötərizə. Belə görəndə mötərizə içində mötərizə də var. Ən içəridəki, ən balaca mötərizədən başlayacaq, addım-addım keçəcək. Yəni bütöv mötərizə var. Təbii ki, mən bu mötərizənin cavabını tapmalıyam. Amma bu mötərizənin içindəki misal da bax budur da. Bax budur. Düzdür? Bu misalın içində bir dənə də mötərizə var. Deməli, onda bu misalın içində də birinci bu mötərizəni həll etməliyəm. Yəni məntiq budur. Onda bu misalın içində birinci bu mötərizəni həll etməliyəmsə, bax bu. Bu mötərizənin içində vurma və çıxma var. Təbii ki, birinci vurmanı yerinə yetirəcəm. 9 vur 5 oldu 45. Düzdürmü? 45-in də 7-ni çıxacağım. Bax bu mötərizənin cavabı oldu 38. Yəni 45-dən 7 çıxdım. 45-dən çıxdım bu 7-ni. Bu mötərizəni silirəm. Bunun cavabı oldu neçə? 38. Yəni bu formaya düşdü. Bərabərdir. 5 üstə gəl. Bu mötərizə idi. Bu mötərizənin cavabında 38 tapdım axı. 38 mötərizəni bağladım. Çıx 6 vur 4. Bax bu formaya düşdü bu. Çünki içindəki mötərizənin cavabını tapdım. 5 üstə gəl həmin mötərizənin cavabı. Daha bu yoxdur, cavabı var. Sonra mötərizəni bağladım. Çıx 6 vur 4. Burada birinci mötərizə həll olunur. 538 gəldi, cavab olur 43. Çıxılsın. Təbii ki, birinci vurmanı yerinə yetirəm. 6-nı 4-ə vuracam 24. Yəni 43-dən çıxacağam 24. Burada cavab olur 19. Ümid edirəm ki, mexaniki hesablama səhvləri eləmərəm. Keçdik 11-ci suala. Bax, burada eyni məntiqlə. Baxıram, yekə mötərizə var. Mən bu mötərizənin içini həll etməliyəm. Bu mötərizənin içində yazılıb 8 üstə gəl mötərizələr nəsə. Təbii ki, burada ardıcıllıqla gələndə birinci bu mötərizəni həll etməliyəm. Yəni bunun cavabını tapmalıyam. Bu balaca mötərizənin. Bax bunun. Bax bunun. Burada birinci vurma yerinə yetirilir. 7 vur 5 35. 35-dən də 30 çıxanda cavab olur 5. Yəni bütöv bunu sildim. Bunun cavabı oldu 5. Yəni bu formaya düşdü. 8 üstə gəl 5. 8 üstə gəl bu mötərizənin cavabı, yəni 5. Sonra çıx 2 vur 5-ə köçürdüm yanına. Çıx 2 vur 5. Bunun da mötərizənin cavabı olur 13. Sonra vurmayı yerinə yetirirəm. Çıxmanı yox təbii ki. 2 vur 5 deyir 10. Sonra 13-dən də çıxıram bu 10-u. Ən sonunda çıxma əməlini yerinə yetirdim. Cavab oldu 3. Keçdik 12-ci daha doğrusu sualımıza. Yenə də birinci mötərizə həll olunmalıdır. Göz bu mötərizə. Bu mötərizənin içində bölmə var, vurma var. Birinci bunları həll edirəm. 51 17-yə böləndə cavab olur 3. 3-ü 3-ə vuranda cavab olur 9. 3-ün üstə 9 gələndə 12. Bu mötərizənin cavabı oldu 12. Burada birinci bölməni yerinə yetirəcəm. 21 bölü 7 oldu 3. Üstə gəl. Mötərizənin cavabı da olmuşdu 12. 3 ilə 12 neçə elədi? 15. 12 ilə də işimiz bitdi. Keçdik 13-cü suala. Yenə də mötərizə içində mötərizə var. Bax, birinci görürəm ki, mötərizə var. Bunu həll etməliyəm. Bu mötərizənin içində 11 vur nəsə mötərizə var. Təbii ki, birinci nə həll olur? Mötərizə. Yəni, təbii ki, birinci bu mötərizənin cavabını tapacağım. Bax, göstərirəm. Buradan başlayır, burada bitir. Bax, bu mötərizənin cavabını tapacağım. Sonra yekə mötərizəni həll edəcəm. Burada 48 bölü 4 və çıxma var. Təbii birinci bölmə yerinə yetirir. 48 4-ə böləndə cavab olur 12. Sonra 18-dən 12 çıxır, cavab olur 6. Yəni, bax, bu formaya düşür. 124 çıxılsın, mötərizəni açdım. 11 vurulsun, 11 vur. Bir dənə mötərizə var idi. Bunda cavabını tapdıq. 18 12 6. Yəni, bu mötərizənin yerinə birbaşa 6-nı yazacağım. 11 vur 6. Bərabərdir. 11-i 6-ya vuracağım 66. 124-dən də 66-nı çıxacağım. Cavab olacaq 58. Daha uzatmıram. Keçdik 14-cü sualımıza. Yenə də çoxlu mötərizə var, amma qorxmuruq. Bu mötərizədən başlayayım. Bu mötərizənin cavabı rahatdır. Çıxma var, vurma var, toplama var. Birinci vurmayı həll edirəm. 13-ü 2-yə vuram 26. Bunun cavabı oldu 26. Sonra çıxma da var, toplama da var. Birinci toplamadan başlamırıq. Nədən başlayırıq? Hansı gəlirsə toplamdan çıxmadan birinci. Hansı gəlirsə ondan başlayır. Yəni birinci 43-dən 26-nı çıxacağım. Çünki çıxma birinci gəlir. 43-dən 26 çıxanda olur 17, üstünə 4 gələndə 21. Yəni bu mötərizənin cavabı oldu 21. Yazdım bura. 21. Sonra nə var? Çıxma var. Çıxılsın. Bunun cavabı oldu 21. Çıxı yazdım. İndi bu mötərizənin cavabını tapıb 21-dən çıxmalıyam. Bu mötərizənin cavabını tapmaq üçün görəm yekə mötərizə var. Düzdürmü? O yekə mötərizənin içində bir dənə də mötərizə var. Sonra o mötərizənin içində bir dənə də bu mötərizə var. Bax bu. Bax bu. Təbii ki, ən içəridən başlayacağım. Bunun cavabını tapacağım. 3-ü 12-yə vuracağım. Cavab olacaq 36. 48-dən də çıxacağım bunun cavabını, yəni 36-nı. Cavab olacaq 12. Bu mötərizənin cavabı oldu 12. Bax, silin bunu, boş yerinə 12 yazın. 12, bax. Yekə bu mötərizə, daha da içəridəki balaca mötərizənin cavabı oldu 12.
İndi nə etməliyəm? Bu mötərizəni həll etməliyəm. Baba bunu. Burada başlayır, burada bitir. Onda 84-ü böləcəm 12-yə cavab olacaq 7. Yəni bax bu mötərizə burada başlayıb, burada bitmirdi. Bütöv bunun da cavabı oldu 7. Lap silin bunu gəlir tezdən. Bunun da cavabı oldu 7. Mən daha uzun-uzadı yazmıram da birbaşa burada göstərirəm. 7. Hə, indi bu mötərizəni həll etməliyəm. Hansı ki burada başlayıb, burada bitir. Burada da hamısını həlləmişəm amma 7 üstə gəl 13 qalıbdı. Da mən bunun da cavabı bütöv 20 olacaq. Bütöv bu mötərizənin cavabı. Bunu tapmışdım. 21 idi. Bax burada yazmışam artıq. Çıxmanı yazdım. Bunu da tapdım. 20-dir. 21-dən 20 çıxanda cavab olur 1. 14 ilə də işimiz bitdi. Keçdik 15-ci sualımıza. Gəldik bura. Burada da mötərizələr var. Problem yoxdur. Birinci bu mötərizəni həll edəcəm. Bu mötərizədə çıxma və vurma var. Birinci vurma yerinə yetiriləcək. 2 vur 14, 28. Sonra 78-dən 28 çıxacam 50. Bu mötərizənin cavabı oldu 50. Sonra nə var dalınca? Köçürtdüm. Böl 2-yi üstə gəl. Hə, indi bu mötərizənin cavabını tapmalıyam. Burada vurma, bölmə, çıxma tapma var. Təbii ki, vurmayı birinci gəlibsə vurmanı həll edəcəm. 3 vur 7, 21. 8 böl 2, 4. Bölməni də yerinə yetirdim. Sonra çıxma və toplamada hansı birinci gəlsə onu həll edəcəm. Yəni 21-dən çıxacağım 1-i. Bunun cavabı 21-dir. Axı oldu 20. Üstünə gələcəm bunun cavabını. Yəni ki 4-dür. Cavab oldu 24. Yəni bütöv bu mötərizənin cavabı 24. Misal düşdü bu formaya. Birinci bölməni həll edəcəm, sonra toplamanı. 50-ni 2-yə böləcəm. 25 üstünə 24 gələcəm. 49. Və salam. 15 ilə də işimiz bitdi. Keçdik 16-ya. Hə. Birinci mötərizə həll olunur. Bilirəm. Onda mötərizədən başlayacağım. Bax bu mötərizə hansı ki burada başlayır, burada bitir. Bu mötərizənin içində vurma var, bölmə var. 22-ni 3-ə vuracağam 66. 244-ə böləcəm 60. Sonra buradan 66-dan çıxacağım. Çıxma var axarında 60. Cavab oldu 6. Mötərizənin cavabını tapdım 6. Bu heç. Bunun cavabı 6-dır. Bunun bir üstündə yazım əvvələ 6 biləsiniz. Ondan sonra qüvvət var. Öyrənmişik birinci mötərizə həll olunur, sonra qüvvət. Qüvvət var. Ona görə də birinci 6-ın kvadratının cavabı tapılır. 6-ın kvadratı yəni 6 vur 6 neçədir? Öyrənmişik qüvvəti. 36. 6 üstü 2 nə demək idi? 2 dənə 6-nı bir-birinə vur demək idi. 6-nı 6-ya vurdum 36. İndi 36-nı bölməliyəm mötərizənin cavabını, yəni 6-ya. 36-nı bölməliyəm 6, çıx 5-də köçürdüm yana. 36-nı 6-ya böləndə 6, 6-dan da 5 çıxanda cavab olur 1. 16 ilə də işimiz bitdi. Keçdik 17-yə. Baxıram, mötərizə var. Bax, görürsünüz. Hansı ki, bu mötərizə burada başlayır, burada bitir. Amma o mötərizənin içindəki misala baxanda görürəm, içində bir dənə də mötərizə var. Onda birinci bu mötərizəni həll etməliyəm. İçindəki mötərizəni. Bax, bunu. Bu mötərizənin içində 14 vur 21 çıx 9-un kvadratı yazılıb. Mötərizəni həll etməliyəm və bu misallardan birinci hansı həll olmalıdır? Qüvvət. Bu əməllərdən daha doğrusu qüvvət. 9-un kvadratı tapmalıyam. Bunun cavabı olur 81. Bunun yerinə birbaşa 81 yazmalıyam. Yazdım qüvvət. Qüvvətdən sonra vurma həll olunur, sonra çıxma. Vurmayı həll edəcəm. 14-ü 21-ə vuranı mən şifayirəm kim istəyir 6-6 vura bilər. Olacaq 210, o da 84, 294. Yəni bax bunun da cavabı vurmanın cavabı oldu. 294. Qələmim yazmadı burada. 294. Yəni 294-dən çıxacağam 81. 294-dən 81 çıxanda cavab olacaq 213. Yəni bütöv bax bu mötərizənin cavabı oldu. Bax bütöv bunun. 213 silin. Bax bunun cavabı elə bir ki tapıldı. Bunun cavabı 213-dür. Hə, indi 213-ün üstünə 27-ni gəlməliyəm ki, bu mötərizənin cavabını tapım. 213-ün də üstünə 27-ni gələndə cavab olacaq 240. Mötərizənin cavabı hazır. Birinci bu mötərizəni tapdım. Sonra bu mötərizəni tapdım. Mötərizədən işim qurtardı. Hə, indi qüvvəti həll etməliyəm. 240 bunun cavabıdır. Bu heç. 2-nin kubu neçə edir? Yəni ki, 3 dənə 2-ni bir-birinə vur. 2 vur, 2 vur, 2 eləyir 8. Qüvvəti tapdım 8. Sonra bölməni yerinə yetirəcəm. Bunun cavabını böləcəm 8-ə. Yəni 240-ı bölməliyəm 8-ə. 240-ı 8-ə böləndə cavab olacaq 30. Ümid edirəm ki, sizə aydın olmayan məqam yoxdur. Keçdik 18-ə. Hə, biraz da misal uzun olub, amma bizim üçün qorxusu yoxdur. Birinci baxıram ki, bir dənə yekə mötərizə var. Amma birinci mötərizənin cavabını tapmalıyam. Bax bunun. Amma bu mötərizənin içində bir dənə də mötərizə var. Hansı ki, burada başlayır, burada bitir. Bax bu. Deyirəm, hə, yaxşı, onda birinci bu mötərizəni həll edeyim ki, sonra onun cavabı tapa bilim. Görürəm ki, o mötərizənin içində də bir dənə mötərizə var. Hansı ki, burada başlayır, bax burada bitir. Bax bu. Bax bu. Görürsünüz bu. Deyirəm, hə, artıq bunun cavabını tapım, yavaş-yavaş gedərəm. Bunun içində də 13-də 2 vur 6 yazılır. Birinci vurmanı həll edirəm. Yəni 2-ni 6-ya vuracağım, cavab olur 12. 13-ün də üstünə 12 gələcəm, cavab olur 25. Daha silirəm. Bunun yerinə 25 yazıram. Yəni,
Bu mötərizənin cavabı oldu 25. Bunu tapdım artıq. İndi mən bu mötərizə ki yox idi, bax onu göylə göstərim. Qələmin rəngini dəyişmək olur. Bax bu. Qələm yazmadı. Hə, bax bu. Hansı ki burada başlayıb burada bitir. İndi bax bu göylə göstərdiyim mötərizənin cavabı tapmalıyam. Onun içindəkini tapdım 25-dir. İndi mən 25-i nə etməliyəm? Bölməliyəm 5-in kvadratına üstə 9 gəlməliyəm. Yəni birinci qüvvəti əldə edəcəm. 5-in kvadratı olur 25. 25-i də 25-ə böləndə cavab olur 1. Bax bu 25-i, bu mötərizənin cavabı olan 25-i. Bu 25, yəni 5-in kvadratına böləndə cavab olur 1. 1 üstə 9 gəlir, cavabı olur 10. Yəni bax bunun cavabını tapdım bu mötərizənin. Bu mötərizənin cavabı 10-dur. Daha yazmıram mən. Şifahi deyirəm. Söz aydındır amma. Söz aydındır yəni ki. İndi tezdən qırmızı eləyim. Bax indi bu yekə mötərizə yox idi. Burada başlayıb burada bitirdi. Onun cavabı tapmağa çalışsam. Çünki içindəki bunun cavabını tapmışam 10-dur. Onda bu mötərizənin cavabı bütöv 10-dursa, 10-u vurmalıyam 12, üstünə 5 gəlməliyəm. Allah yazım burada. 10-u vurmalıyam 12-yə, üstünə gəlməliyəm 5-i, bölməliyəm 5-in kubuna. Yəni bunu bütöv köçürtdüm də, bunun cavabını bütöv 10 tapmışdım. Bu yekə mötərizənin içində olan bu mötərizənin cavabı 10-dur. 10 vur 12, üstə gəl 5, göz yazmışam. Son mötərizə bağlanır, böl 5-in kubu. Burada da 10-u 12-yə vuranda 120, üstünə 5 gəndə 125. Ya bunun cavabı olur 125. 5-in kubu nə deməkdir? 5 vur 5 vur 5. 3-dən 5-i bir-birinə vurğuna. Yəni bunun da cavabı 125-dir. 5-i 5-ə vuranda 25, 5-ə vuranda 125. 125-i bölməliyəm, digər 125-i burada cavab 1 alınır. 2 misal qalıb, səbirli olun, bunları da həll edək. Qoy, kimisə bir sualı qalmasın. 19-cu sual. Yekə mötərizə var. Bax, hansı ki burada başlayıb, burada bitir. Deyirəm, əla, onu həll etməliyəm. Amma görəm onun içində bir dənə də mötərizə var. Hansı ki, bax, burada başlayır, burada bitir. Deyirəm, mən onda birinci bu mötərizənin cavabını tapım. Bu mötərizənin içində vurma var, bölmə var. Bunlardan hansı birinci gəlir fərqi yoxdur. Vurma gəlir, vurmanı elədir. 11-i vuram 12-yə, cavab eləyir 132. Bax, bunun cavabı 132-dir. Bax, bunun, bu vurmanın. Sonra bölməni yerinə yetirəm. 960 böləm 8-ə, bunun da cavabı olur 120. Düzdürmü? Onda indi 132-dən çıxma var da, çıxmalıyam 120. 132-dən 120 çıxan neçə edir? 12. Yəni bütöv bunun, silirəm artıq, bütöv bu göy mötərizənin cavabı oldu 12. Onda, indi gəldim bu yekə mötərizənin cavabını tapmağa da. 12-nin üstünə gəlməliyəm bu mötərizənin cavabı, bunun da cavabı 12 idi. Yəni ki, 24-dür, sonra üstünə 12-ni gəlməliyəm 36. Yəni yekə mötərizənin, qırmızı mötərizənin cavabı oldu 36. 12 üstə gəl, bunun cavabı 12 idi. 24 üstə gəl, bir dənə də burada 12 var. 12. 24-ün son 2 yanında 36. İndi mən 6-nın kubunu bölməliyəm yekə mötərizənin cavabını, yəni 36-ya. 6-nın kubu da 6 vur 6 vur 6 medir. 3-lə 6-nı bir-birinə vurmaq. Onlar da bir-birinə vurursunuz, görürsünüz 216 eləyir. 216-nı 36-ya böləndə, yəni bunun cavabını 36-ya böləndə cavab olur 6. Salam, keçdik nəhayət sonuncu məsələmizə, daha doğrusu misalımıza. Yenə görən mötərizə var. Hansı ki, bax, burada başlayır, burada bitir, sakit başına baxıram. Amma sonra görürəm ki, bu mötərizənin içində bir dənə də mötərizə var. Deyirəm, onda birinci mötərizəni həll etməliyəm də. Bu mötərizəni həll etməliyəm. Burada da vurma və bölmə var. Bunun içində birinci vurmanı həll edirəm. Birinci gəldiyi üçün, vurma bölmədə hansı birinci gəlsə, onu həll edəcəkdir. 21-i 2-yə vururam, 42. Sonra bölməni həll edirəm. Yəni 120-ni 5-ə bölürəm, 24. Sonra 42-dən çıxma var da, çıxıram 24, cavab olur 18. Yəni bütöv bu göy mötərizənin cavabı oldu 18. İndi keçən bu qırmızı, burada başlayıb, burada bitən mötərizəni həll etmək. Yəni 45-dən çıxacağım, mötərizənin cavabını 18 üstünə 30 gələcəm. Toplama və çıxmadan birinci hansı gəlir, onu həll edəcəm. Birinci çıxma gəldiyi üçün çıxma həll edəcəm, sonra toplamaya keçəcəm. 45-dən çıxıram 18-i, cavab olur 37, düz dedim. 45-dən çıxıram 18-i, yox, 27, üzr istəyirəm. 45-dən 18-i çıxıram. Baxın, 42 idi, bu da 24 idi. 42-dən 24 çıxanda 18, düz demişəm hə. 45-dən 18 çıxırıq, cavab olur 27. 45-dən 18-i. 27 üstünə 30 gəlir 57. İndi 5-in kvadratını vurmalıyam 57. 5-in kvadratı 25 deməkdir. 25-i vurmalıyam 57-yə. Düz yazdım da, yəni ki, 5 üstü 2, 5 vur 5, 25 vurulsun bütöv mötərizənin cavabı. Yəni ki, 57. 25-i də 57-yə vuranda alt ata vura bilərsiniz. Mən şifahi vurmağı çalışacağım. 20-ni 57-yə vuranda olacaq 1140, o da 250. 1390, o da 35. 1425, səhv eləmədimsə.
Siz yenə də baxarsınız, hansı bir xətam olsa nəzərə alarsınız və üzrlü sayarsınız. Mən əsas yol göstərməyə çalışdım. Və salam. Əməliyyat sırası bu qədər. Əməliyyat sırasını inanıram ki, çoxunuz bilirsiniz, amma mən demişəm, bazı dərslərində bildiniz, bilmədiniz. Mən hər nöqtəni qeyd edəcəm. Bilməyənlər öyrənsin deyə, bilənlər də bildiklərini təkmilləşdirsin. Bəlkə bilir, amma xırda səhv bildiyi şeylər var idi. Onlar tam beyninə oturuşsun deyə. Mən bazı dərslərin təmiz nöqtə hamısını qeyd edib qurtarmalıyam. Siz də hamısını izləməli və işləməlisiniz ki, ondan sonra ürəyi rahat şəkildə keçək başqa mövzular, daha mürəkkəb mövzular. Artıq onlar mürəkkəb olmayacaq. Çünki bu bildiyimiz sadə məlumatları su kimi öyrəndən sonra bu sadə məlumatları birləşdirib o mürəkkəb etdiyimiz mövzuları ortaya çıxartacağıq. Biz də bunları biliriksə, bizim üçün heç bir problemi olmayacaq. Videomu burada bitirirəm. Həmişə olduğu kimi yenə də deyirəm, ev tapşırıqlarını eyni suallar atacağım olsa, dənə-dənə işləyirsiniz, özü də danışa-danışa, özünüzə başa sala-sala. Yaxşı, mütləq şəkildə. Asan olsa da siz danışa-danışa işləyin, özünüzü başa salırmış kimi, kimisə başa salırmış kimi işləyin ki, tam beyninizi hopsun və ömürlük o mövzunu su kimi öyrənəsiniz. Diqqətinizə görə çox sağ olun, sağ olun.